Salam, belə bir suala baxaq. Bizə verib ki, azot və hidrogendən ibarət 300 ml qaz qarışığının qapalı qabda reaksiyasından sonra 20 ml azot artıq qalmışdır. Alınan qaz qarışığında azotun həcm payını hesablayın. Demək, azot və hidrogendən ibarət qarışıq deyirsən, birinci reaksiya tənliyini yazaq. Azot və hidrogen. Alınır amonyak. Əmsallaşdıraq, bura 3 yazırıq, bura 2 yazırıq, düzəlir. Əvvəl bizim 300 ml qaz qarışığımız var imiş. Sonda isə 20 ml artıq qalıbdır. 300-ün 20-si artıq qalıbsa, demək 280 ml qaz qarışığımız sərf olunubmuş. Sərf olunanları da biz reaksiyaya əsasən baxırıq. Yəni, və başlanğıcda biz bilmirik nə qədər azotumuz, nə qədər hidrogenimiz var imiş, yəni nə qədəri sərf olunubdur. Bunları x yazaq. İndi buna əsasən baxırıq. Sərf olunanlarımız nədir? Azotla hidrogendir. X azot sərf olunub, 3x də hidrogen. Tapdıq ki, neçə mililitr qaz qarışığımız sərf olunub? 280. 4x bərabərdir 280, x bərabərdir 70. Tapdıq. Bizdən deyir ki, alınan qaz qarışığında azotun həcm payını hesablayın. Alınan qarışıq nə deməkdir? Alınan dedikdə artıq qalan və məhsul. Məhsulumuz nədir? Amonyakdır. Artıq qalanımız nədir? Şərtdə bizdə deyir azot. Nə qədər artıq qalıb? 20. İndi biz amonyakı da tapaq. Ona əsasən buradakı azotun həcm payını tapacaq. Demək, tapdıq x-in qiymətini 70. Nə qədər amonyakımız alınıb? 2x. 2x bərabərdir. X-in qiymətini yazırıq yerinə. 2 vur 70 eləyir 140. Demək, 140 ml-də amonyakımız alınıb. Alınan bu qarışığımız nə qədər oldu? 160. İndi deyir, alınan qaz qarışığında azotun həcm payını hesablayın. Azotumuz 20-dir. Ümumi qarışığımız 160-dır. Vururuq da 100%-ə edəcək 12,5. A variantı.